Salam, hər vaxtınız xeyir. Mən Doktor Sahil. Davam etməkdə olan məlum hadisələri nəzərə alsaq, 2026-cı ildə ən yaxşı xəbərlər ard-arda aparıcı elmi tibbi cəmiyyətlərin yeni klinik tibbi təlimatları təqdim etməsidir. Əgər kardiologiyaya diqqət yetirsək, burada obrazlı desək, elə bil ki, Ronaldo və Messi kimi son illər bir-biri ilə yaxşı mənada yarışan iki elmi tibbi cəmiyyət mövcuddur. Bunlar Avropa Kardiologiya Cəmiyyəti və Amerika Ürək Assosiasiyasıdır. Yəni, obrazlı desək, Amerika kitəsinə aid olduğuna görə kardiologiyanın Messisi olan AHA, American Heart Association, yəni Amerika Ürək Assosiasiyası 13 mart 2026-cı il tarixdə dislipidemiyanın idarə edilməsi üzrə klinik təlimatlar dərc etmişdir. Və biz bugün bu təlimatları şərh edəcəyik. Diqqət, təəccüblənməyə hazırsınız? O zaman getdik. Əlbəttə, bu təlimat ilk növbədə kardioloqlara ünvanlansa da, Amerika Kardiologiya Kolleci və Amerika Ürək Assosiasiyası tərəfindən təqdim edilsə də, bu multi-cəmiyyət klinik təlimatlardır və rəsmi adında da qeyd olunduğu kimi, burada Amerika Preventiv Təbabət Assosiasiyası, Amerika Geriatriya Cəmiyyəti, Amerika Diabet Assosiasiyası, Pasiyentə Qayğı Tibb Bacıları Assosiasiyası kimi cəmiyyətlər yer almışdır və ona görə də təkcə kardioloqlara deyil, terapevtlər, ümumi praktik həkimlərinə, nevroloqlara, endokrinoloqlara, tibb bacılarına və digər sahədə çalışan tibb mütəxəssislərinə lazım ola bilər. Amma ingilis dilində deyildiyi kimi first things first. Yəni, bizdə necə deyərlər, şərti şumda kəsək. Açıqlama verirəm ki, bu tədris videosunun istinad etdiyi bütün elmi məlumatlar Amerika Kardiologiya Kolleci və Amerika Ürək Assosiasiyasına məxsusdur. Bu tibbi tədris videosunda heç bir farmakoloji şirkətin məhsulu nə açıq, nə də gizli reklam olunmur və heç bir kommersiya yaxud qeyri-kommersiya şirkətinin mənafeyini güdmür. Bu tədris videosunun ideyası, strukturu və səsləndirmə tamamilə mənə məxsusdur. Təbii ki, bu tədris videosunda mən slayd strukturunu tamamilə Amerika Ürək Assosiasiyası və Amerika Kardiologiya Kollecinin rəsmi slayd dəstinə uyğun da hazırlaya bilərdim, amma buna ehtiyac duymadım. Çünki mənim məqsədim əsas məlumatları çatdırmaqdır və həmçinin mən bu təşkilatların tələb etdiyi copyright, müəlliflik hüquqlarına da hörmətlə yanaşıram. Gəlin AHA təlimatlarının metodologiyasına diqqət edək. Bu əhəmiyyətli bir məqamdır. AHA öz təlimatlarında 4 rekomendasiya sinfi aid edir. Class of Recommendation. Class 1 güclü tövsiyədir. Bu o deməkdir ki, diaqnostik müdaxilənin və yaxud terapevtik intervensiyanın faydaları risklərdən xeyli yüksəkdir və birmənalı olaraq edilməlidir. Class 2A. Bu o deməkdir ki, diaqnostik müdaxilə və yaxud terapevtik müdaxilənin faydası risklərdən yüksəkdir və məqsədə uyğundur bunu tətbiq etmək. Class 2B. Bu o deməkdir ki, müdaxilənin faydaları riskdən cüzi yüksəkdir və fərdiləşdirilmiş qaydada nəzərdən keçirilə bilər. Class 3-2 hissədən ibarətəsində MB no benefit, fayda yoxdur, faydalar riskə bərabərdir, bu müdaxilə tövsiyə olunmur. Class 3 harm, fayda nəinki yoxdur, fayda hətta riskdən də azdır. Ona görə də zərərli olduğu üçün tövsiyə olunmur. Sübut səviyyəsinə gəldikdə bu da 5 səviyyəyə ayrılır. Deməli, level A səviyyəli sübutlar. Bu sübutlar ya yüksək keyfiyyətli ən azından 2 randomize olmuş kontrollu tədqiqata əsaslanır və yaxud kontrollu tədqiqatların meta-analizinə söykənir. Level BR burada randomize olmuş orta keyfiyyətli ən azından bir tədqiqat sübut bazasıdır. Level BNR burada qeyri-randomize olmuş amma yaxşı dizayn edilmiş tədqiqatlar və yaxud register tədqiqatları qeyd edilir. Level CLD bu məhdud dizaynlı tədqiqatlardır, məhdud məlumatlardır. Level CEO, Expert Opinion, ekspert rəyi, burada bu sahə üzrə mütəxəssislərin konsensus rəyi əsas götürülür. Bəs yaxşı, nə üçün sual meydana çıxa bilər? Nə üçün bütün tövsiyələrdə sübut bazası A kateqoriyalı sübut səviyyəsi deyil? Məsələ burasındadır ki, bütün tədqiqatlarda etik cəhətdən randomize olmuş kontrol tədqiqat aparmaq mümkün deyil. Məsələn, deyək ki, yüksək trigliseridli hamilə qadınları plasibo qrupuna ayırıb, bir qrupuna müdaxilə müalicə edəsən, digər qrupunu isə müalicə etməyəsən, tibbdə yəni belə hallar mövcuddur. Bu hallara görə bu etik cəhətdən heç də bütün sübut bazası tamamilə randomize olmuş kontrol tədqiqatlarına əsaslana bilmir. Amma sübut bazasının söykəmə səviyyəsinin az olması onun
əhəmiyyətsiz olması deyil. Əksinə, hal-hazırda mövcud ən yaxşı sübutlar bundan ibarətdir deməkdir. Gəlin ilk olaraq screening və ölçmə protokolları barədə danışaq. 19 yaşı tamam olmuş böyüklər ilk dəfə lipid profili müayinəsi keçməlidirlər və bundan sonra hər 5 ildən bir bu müayinə təkrar olunmalıdır. Əgər aterosklerotik kardiovaskulyar xəstəlik üzrə risk faktoru varsa, bu zaman bu interval 5 il deyil, daha az müddət təyin oluna bilər. Söhbətimizin əvvəlində təəccüblənməyə hazır olub olmadığınız barədə soruşdum. Səbəblərdən biri məhz budur, indi deyəcəyimdir. Bütün uşaqlar 9-11 yaşında ailəvi hiperxolesterinemiya və digər pozuntular üçün universal screening keçirilməsi tövsiyə olunur və bu klass 1 tövsiyədir. Ailəsində birinci, ikinci dərəcəli qohumlarda erkən aterosklerotik kardiovaskulyar xəstəlik və ya ailəvi hiperxolesterinemiya olan uşaqlar isə 2 yaşı tamam olduqdan sonra kaskad screening analizləri aparılmalıdır. Bu həqiqətən böyük bir dəyişiklikdir. Ciddi dəyişikliklərdən daha biri ölçmə protokollarında qeyd edilmişdir. Belə ki, başlanğıc baza göstəriciləri üçün tox qarına və ya ac qarına ölçməsi uyğun sayılır, lakin əgər triqliseridlərin miqdarı 400 mg desilitr olarsa və ya genetik dislipidemiya şübhəsi varsa, mütləq ac qarına profil tələb olunur. Və ən əsası LDL-C hesablanması bizim əvvəllər illər boyu istifadə etdiyimiz total xolesterol minus HDL minus trigliserid bölünsün 5 düsturu ilə olan məşhur Friedewald tənliyi artıq uyğun sayılmır və Martin Hopkins və Samson NIH tənliklərinin istifadəsi məqsədə uyğundur. Çünki əvvəlki Friedewald tənliyi göstərirdi ki, bu hesablamalar zamanı süni olaraq LDL-C miqdarı az qeyd edilirdi. Və buna görə də əslində biz bu hallarda müəyyən xəstələrdə LDL-C miqdarının az olduğunu düşünürdük və ona görə də yeni riyazi tənliklər istifadəyə verilmişdir. Non-HDL-C göstəricisinin aterosklerotik kardiovaskulyar xəstəlik riskinin qiymətləndirilməsində mütləq qeyd edilməsinə səbəb isə ondan ibarətdir ki, bu göstərici bütün digər aterogen hissəciklərin yükünü göstərir. Əlavə risk markerlərinə gəldikdə, burada xüsusi olaraq iki göstəricini qeyd etmək lazımdır. Apolipoprotein B və LPA. Demək, məsələ nə yerdədir? O şəxslər, böyüklər lipid lowering terapi, lipid azaldıcı terapiya qəbul edirlər və onlarda təsdiqlənmiş aterosklerotik kardiovaskulyar xəstəlik və yaxud ikinci tip şəkərli diabet və yaxud yüksəlmiş trigliserid miqdarı varsa, onlarda mütləq apolipoprotein B ölçülməlidir. Yəni, hətta onlarda LDL-C hədəf nəticələrə çatsa belə. Burada bir qədər həkimlərə bizə qaranlıq gələ bilər. Əgər LDL-C elə təlimatların tələbi ilə müəyyən hədəfə çatıbsa, o zaman problem nədir ki, nə üçün əlavə müayinə olmalıdır? Məsələ burasındadır ki, LDL-C müayinəsi xolesterinin miqdarını göstərir. Amma o xolesterini daşıyan zərrəciklərin miqdarını isə apolipoprotein B təyin edir. Və ola bilər ki, kimdəsə apolipoprotein B-nin miqdarı, yəni o zərrəciklərin miqdarı yüksəkdir, lakin xolesterinin, LDL-C-nin isə miqdarı tələb olunan hədəf daxilindədir. Amma o yüksək miqdarda olan apolipoprotein B proteini imkan verir ki, həmin şəxsdə ateroskleroz prosesi yenə də sürətlə davam etsin. Təlimatlar həmçinin hər bir insana ən azı ömründə bir dəfə LPA markerinin yoxlanmasını tövsiyə edir. Məsələ burasındadır ki, bu marker genetik olaraq 90% hallarda eyni ilə qalır və bizim şəxsiyyət vəsiqəmizin fin kodu kimi dəyişməz qalır. Nə statin qəbul edilməsi, nə idmanla məşğul olmaq, nə sağlam qidalanma bu riski dəyişə bilmir. Amma bunun öyrənilməsi digər müalicələr aparmağa və öncədən baş verə biləcək dəyişiklikləri proqnozlaşdırmağa kömək edir. LPA elə bir lipoproteindir ki, tərkibində olan xüsusi zolal onu həm aterogen, həm proinflamator, həm də trombogen edir. Ona görə də bu göstəricinin çox olması hesab edin ki, bir qismət göstəricisidir. Hesab edin ki, LPA elə bil ki, qarmağı var, daha uzun qarmağı var və bu LPA molekullarının sayı çox olduqda belə qarmaqların intimaya ilişərək zədələnməsi, aterogen reaksiya verməsi, iltihab yaratması
və aterosklerozu sürətlənməsi ehtimalı daha çoxdur. Nə qədər çoxdursa bunun miqdarı, bir o qədər də risk artır və ona görə də buna mən deyərdim ki, qismət faktoru demək olar. Amma qisməti öncədən bilmək bəzi qabaqlayıcı tədbirlər aparmağa həkimlərə imkan verir. Bu slayd yeni AHA HCC təlimatlarının özəyidir, bir nüvəsidir və burada aterosklerotik kardiovaskulyar xəstəlik riski azaldılması üçün lipoprotein hədəfləri müvafiq pasiyent populyasiyası üzrə qeyd olunmuşdur. Birincili profilaktika və ikincili profilaktika olmaqla. Və biz irəliləmiş dəqiqələrdə bu barədə daha ətraflı danışacağıq. İndi isə gəlin biz lipoprotein hədəflərinə diqqət edək. İlk növbədə ikincili profilaktika barəsində danışaq. İkinci profilaktika dedikdə artıq aterosklerotik kardiovaskulyar xəstəliyi olanlar, yəni anamnezində miokard infarktı, insult, tranzitor işemik hücum, simptomatik periferik arteriya xəstəliyi, koronar revaskulyarizasiya və digər hallar olan şəxslər nəzərdə tutulur. Bunlar hamısı yüksək risk hesab edilir. Ən azından yüksək risk hesab olunur. Bu şəxslərdən kimsə 2 və daha artıq aterosklerotik kardiovaskulyar xəstəlik hadisəsinə məruz qalıbsa və yaxud bir hadisə olub və eyni zamanda çoxlu yüksək risk faktorları varsa, bu şəxslərdə artıq hədəflər çox aqressivdir. LDL-C hədəfləri əvvəllər 70 olduğu halda indi isə 55 və daha aşağı olması tələb olunur. Təbii ki, belə hədəflərə xolesterin miqdarının belə azaldılmasına yüksək intensivlikli statin preparatları ilə təklikdə çatmaq demək olar ki, qeyri-mümkündür. Ona görə də təlimatlar ezetimiq və PCSK9 inhibitorları qrupu ilə birlikdə kombinasiya aparılmasını tövsiyə edir. Burada kardioloq və nevroloqların diqqət etməli olduğu məqam ondan ibarətdir ki, yeni təlimatlar aterosklerotik kardiovaskulyar xəstəlik hadisələri riskini minimum endirmək üçün kombinasiyanın edilməsini mütləq sayır və bu klass 1 tövsiyədir. Təlimatlar vurğulayır ki, şəkərli diabeti olan əksər 40-75 yaşlı böyüklər orta və ya yüksək aterosklerotik kardiovaskulyar xəstəlik riski daşıyırlar və şəkərli diabet zamanı baş verə biləcək ilk hadisələr digər şəxslərə nisbətən daha yüksək morbidlik və ölüm riski daşıyır. Buna əsasən 40-75 yaşlı şəkərli diabetli xəstələrdə orta intensivlikli statin terapiyasının başlanması və LDL hədəflərinin 100 mg desilitr olması tövsiyə olunur. Statinə dözümsüzlük göstərən xəstələrdə isə ezetimib, PCSK9 inhibitoru və ya bempedoik turşusu preparatı başlanması tövsiyə edilir. Ağır hiperxolesterolemiya dedikdə aşağı sıxlıqlı lipoproteinlərin göstəricisinin 190 mg desilitr və ya qeyri-HDL-C göstəricisinin 220 mg desilitrdən və ya ApoB göstəricisinin 140 mg desilitrdən az olması nəzərdə tutulur. Ağır hiperxolesterolemiya halları digər risk faktorları olmadığında, təklikdə də olduqda həyat boyu çox yüksək aterosklerotik kardiovaskulyar xəstəlik riskini verir və buna səbəb çox zaman LDL-C-yə uzun müddət məruz qalma, yəni illər ərzində kumulativ riskin yüksək olması səbəbdir. Təlimatlar birinci klass tövsiyə kimi ikincili səbəbləri mütləq inkar etməsi və daha sonra hədəflərə çatmaq üçün maksimum dözülə bilən statindən başlayaraq digər terapiya növlərinə keçməsini tövsiyə edir. Ağır hiperxolesterinemiya və təsdiqlənmiş homozigot ailəvi hiperxolesterinemiya halları əslində lipid mütəxəssisinə yönəldilməlidir və bu xəstələrə kombinə olunmuş müalicə tətbiq edilir. Və bəzi nisbətən sübut bazası zəif olsa da, bəzi müalicə növləri də onlarda istifadə olunur. İndi isə gəlin birincili profilaktikada barədə danışaq. AHA burada özünə məxsus bir cameo etmişdir. Birinci profilaktikada CPR modeli tətbiq edilir. Bu modeldə birinci addım Prevent ACS-CBD kalkulatoru ilə, hansı ki bunu onlayn mənbələrdə tapmaq mümkündür. 10 illik risk təxmin edilir. Bu risk aşağı, hüdudi, orta və yüksək olmaqla 4 qrupa bölünür. Risk fərdiləşdirilir. Əgər qeyri-müəyyənlik varsa, xəstədə risk artırıcılarını, risk enhancers dəyərləndirilir. Bundan sonra lazımsa xəstədə təkrar klassifikasiya edilir. Ehtiyac olduqda koronar arteriya kalsiumu yoxlanması aparılır və qərar yenidən nəzərdən keçirilir. Və yekun addım artıq qərar vermə və müalicə etmə addımıdır. Xəstə ilə müzakirə edərək həyat tərzi modifikasiyası mütləq olmaqla lipid azaldıcı
terapiyanın inisiasiyası başlanması barədə xəstə ilə birlikdə qərar verilir. Bütün təlimatın mərkəzində xəstələr barəsində fərdiləşdirilmiş qərarın qəbul edilməsi durur. Bunun üçün də xəstənin məlumatlandırılması, ona mümkün zərərlər barəsində xəbərdar olunması, eyni ilə müalicənin əlavə təsirləri, mümkün risk faktorları ilə bağlı da məlumatların verilməsi və müştərək qərar verilərək sonrakı tədbirlərə davam olunması nəzərdə tutulur. Hər bir xəstəyə yaxşı həyat tərzinin təməl 8 sütunu izah olunmalıdır və bununla bağlı xəstəyə qayğı göstərilməlidir. Bu təlimatların daha bir yeniliyi ondan ibarətdir ki, artıq ilkin profilaktikada illər boyu istifadə olunan Pooled Cohort Equation risk kalkulyatorundan imtina edilib və 2023-cü ildən etibarən tətbiq olunmağa başlayan Prevent ASCVD risk kalkulyatoruna üstünlük verilmişdir. Buna səbəb ondan ibarətdir ki, Pooled Cohort tənliyində irq daxil olunduğu üçün risk bir qədər yüksək qeyd edilirdi. İndi isə irq bu tənlikdən çıxarılıb, yeni tənlikdən çıxarılıb, yeni risk şkalasından çıxarılıb, əvəzində isə böyrəklərin funksiyası daxil edilmişdir və böyrək damarlarında, mikro damarlarda olan dəyişiklik faktiki olaraq makro ürək damarlarında olan dəyişikliklərə işarə edir və daha yaxşı risk proqnozlaşdırıla bilir. Riskin qiymətləndirilməsinin Prevent ASCVD kalkulyatoru aterosklerotik kardiovaskulyar xəstəliyi olmayan və ya subklinik aterosklerozu olmayan LDL-C miqdarı isə 70-189 mg/dl olan 30-79 yaşlı böyüklərdə aparılır. İlkin profilaktikada yalnız aşağı risk olanlar, yəni 3%-dən aşağı risk olanlar sağlam həyat tərzi və sağlam davranma məsləhətləri tövsiyə edilir. Lakin 3 və 5% arasında risk kalkulyatoru nəticəsi olanlarda isə müzakirə aparılaraq orta intensivlikli statin başlanması nəzərdən tutulur və bu zaman artıq hədəflər də müəyyənləşdirilir. Müştərək qərar qəbulu üçün CPR strateji qərar çərçivəsinin tələblərinə uyğun olaraq xəstə ilə birlikdə risk artırıcıları və reproduktiv markerlər birlikdə müzakirə olunur və bunun əsasında müalicənin intensivliyi qərarı və müalicənin ümumiyyətlə başlanması qərarı verilir. Bu təlimatlarda nəzərə çarpan cəhətlərdən biri də lipid azaldıcı terapiyanın daha intensiv, daha belə deyək, hətta aqressiv olmasıdır. Orta risk qeyd olunursa, artıq birinci dərəcəli, birinci klass tövsiyə ilə mülayim və yaxud yüksək intensivlikli statinlə başlanma tövsiyə olunur. Burada LDL-C miqdarı 100-dən aşağı olması və qeyri-HDL-C miqdarı isə 130-dan aşağı olması hədəf götürülür. Yüksək risk, yəni 10%-dən artıq olan risk, birbaşa yüksək intensivlikli aşağı lipid aşağı salıcı terapiyaya göstərişdir və burada artıq LDL-C miqdarının üçün hədəf 70-dən azdır. Digər yardımçı hədəflər də nəzərdə tutulur və ehtiyac olduqda terapiyanın eskalasiyası aparılmalıdır. Yeni təlimatlara əsasən subklinik aterosklerozu müəyyən etmək üçün koronar arteriya kalsium müayinəsi aparıla bilər və bu müayinənin nəticələrinə əsasən müvafiq olaraq lipoprotein hədəfləri təyin edilir. Buna əsasən də lipid azaldıcı terapiyaya başlanılır. Geniş yayılmış koronar arteriya kalsium göstəricisi olduqda, yəni 1000 və daha çox aqartsin vahidi göstəricisi olduqda ən aqressiv müdaxilə aparılır. Belə ki, bu ən kritik hiperxolesterin dizlipidemiya, hiperxolesterinemiya kimi sayılır və hədəflər də təsəvvür edin ki, LDL-C 55 mg və daha az olması, non-HDL-C isə 85 mg və daha az olması tələb edilir. Burada mən sizin diqqətinizi çox vacib bir slayda, yəni ən azından Azərbaycan üçün çox vacib bir slayda cəlb etmək istəyirəm. Burada ailəvi hiperxolesterolemiya üçün genetik testlər barədə danışılır və klinik şübhə ilə qarşılaşan şəxslər belə hallarda genetik testə göndərilməlidir. Sözün düzü, mənim məlumatım yoxdur, bizdə belə genetik testlər aparılır ya yox. Amma problem ondan ibarətdir ki, ailəvi hiperxolesterolemiya düşündüyü qədər az rast gəlmir. Avtosom dominant yoluna ötürülən bu mutasiyalar 1-in 250-yə nisbətindədir. Məhz ona görə də kimdəsə familial hiperxolesterolemiya aşkar edildikdə kaskad skrininqə başlanması tövsiyə olunur. Kaskad skrininq dedikdə həmin şəxsin qohumları və birinci və ikinci dərəcəli qohumlarının yoxlanması nəzərdə tutulur. Ailəvi hiperxolesterolemiya və LPA
fərqləri məhz bəzi şəxslərdə hətta LDL-C miqdarı az olduqda belə aterosklerotik kardiovaskulyar xəstəlik çıxması ehtimalını izah edir. Burada mən sizin diqqətinizi bizim üçün təəccüblü olan daha bir göstərişə, daha bir tövsiyəyə cəlb etmək istəyirəm. Pediatrik ailəvi hiperxolesterolemiya hallarında əgər LDL-C səviyyəsi, aşağı sıxlıqlı lipoprotein səviyyəsi davamlı olaraq 160 mg desilitrdən yüksəkdirsə və 3-6 aylıq həyat tərzi modifikasiyasına cavab vermirsə, statin və digər lipid azaldıcı terapiya başlanması tövsiyə edilir. Yəni, uşaqlar da hətta ehtiyac varsa, göstəriş varsa, belə ailəvi hiperxolesterolemiyada statin terapiyası və digər müalicələri almalıdırlar. Mütləq almalıdırlar. Növbəti maraqlı məlumat yaşlı şəxslərdə, yəni yaşı 75 və daha yuxarı olan şəxslərdə statin terapiyasının başlanılmaması və yaxud statin terapiyası aparılırsa dayandırılması barəsində qərarlardır. Bax, burada pasiyentlə birlikdə fayda-risk diskusiyası mütləq lazımdır və təkcə xronoloji yaş yox, bioloji yaşı, xəstənin həyat yaşama gözləntisi, müddəti gözləntisi, poliformasiya, multimorbidlik, kövrəklik, funksional statusu, bunlar nəzərdən keçirilərək hətta deprescribing, yəni dərmanın dayandırılması barədə qərar verilə bilər və yaxud 75 yaşından yuxarı olan şəxslərdə əgər gözlənilən həyat müddəti ən azından 2 il yarım hesab edilirsə, hətta orta intensivlikli statin terapiyası da başlanıla bilər. Hamiləlik və laktasiya ilə bağlı bəzi məqamları diqqətdən keçirək. Aterosklerotik kardiovaskulyar xəstəliyi üçün yüksək riski olmayan və hamilə qalmağı planlaşdıran hiperxolesterolemiyalı reproduktiv yaşda olan şəxslər arzu olunmaz təsirlərdən yayınmaq üçün hamiləlik cəhdindən 1-2 ay əvvəl və ümumiyyətlə hamiləlik aşağılanan kimi statin terapiyasını saxlamalıdırlar. Və homozigot ailəvi hiperxolesterolemiyası olan hamilə və laktasiya edən şəxslərdə LDL-sini və aterosklerotik xəstəlik riskini azaltmaq üçün lipoprotein aferizindən keçmək də məqsədə uyğundur. Bununla yanaşı fibratlar hipertriqliseridemiya üçün və yaxud yüksək dozalı omega-3 nəzərdən keçirilə bilər. Hamiləlik və laktasiya dövrü ilə əlaqədar maraqlı tövsiyələrdən biri də odur ki, hiperxolesteremiyası olan, lakin hipertrigliseridemiyası olmayan hamilə və laktasiya edən qadınlar LDL-C azaltmaq məqsədi ilə öd turşusu sekvestranlarından birini qəbul edə bilərlər. Bu, klass 2A tövsiyəsidir. Təlimatlarda hipertrigliseridemiyanın idarə olunması barəsində yaxşı tərtib olunmuş alqoritmlər təqdim edilmişdir və statin terapiyası da daxil olmaqla müalicə seçimləri, hədəflər qeyd edilmişdir. Həmçinin təlimatlarda qeyd edilmişdir ki, hipertrigliseridemiyanın idarə olunması ilə bağlı müəyyən çətinliklər mövcuddur və gələcək tədqiqatlara da ehtiyac vardır. Mən hipertrigliseridemiya barəsində çox danışmayacağam. Ola bilsin ki, gələcəkdə biz bu mövzuya bir daha qayıdaq. Təlimatlarda yan təsirlərin idarə edilməsi, SAMS, Statin Associated Muscle Symptoms, statinlə əlaqəli əzələ simptomlarının diaqnostika və terapiya müalicə alqoritmi də verilmişdir. Həmçinin qaraciyər əlavə təsirləri barəsində danışılmışdır. Həm SAMS, həm də qaraciyər əlavə təsirləri, xüsusilə qaraciyər əlavə təsirləri kifayət qədər nadirdir. Lakin bəzi hallarda doğrudan da, xüsusilə dərman qarşılıqlı təsirləri olduqda statinlərlə əlaqəli ciddi əzələ simptomları qeyd oluna bilir. Bax, bu ciddi əzələ simptomları olduqda mütləq qaydada kreatinin kinazanın dəyərləndirilməsi və ehtiyac olduqda statinin qeyri-statin preparatla əvəz olunması bir alternativ strategiya kimi nəzərdə tutulur. Bu mövzu da kifayət qədər geniş mövzudur və hamımız bilirik ki, bütün dünyada, o cümlədən Azərbaycanda qeyri-həkimlərin, cürbəcür blogerlərin, o sosial media influencerlərinin, həmçinin bəzi həkimlərin apardığı çoxlu təbliğat nəticəsində statinlərə inam xeyli dərəcədə azalmışdır. Düşünürəm ki, bu barədə də ayrıca bir söhbət edə bilərik. Yekununda onu demək istəyirəm ki, bu təlimatlar göstərdi ki, elm LDL-C tələblərini azaltmır. Sosial mediada düşünənlərin əksinə daha da gücləndirir. Patofiziologiya üzrə əldə edilən yeni biliklər, əlavə markerlərin, əlavə müayinələrin, irəliləmiş müalicə tədbirlərinin getdikcə daha çox tətbiq edilməsinə yol açmaqdadır. Artıq faktiki olaraq ateroskleroz və dislipidemiyaların idarə edilməsi sadəcə kardioloqların deyil, nevroloqların, terapevtlərin, endokrinoloqların bütün ömür boyunu əhatə etməklə isə pediatrların və geriatrların kompetensiya əhatəsini keçmişdir. Gələcəkdə yəqin ki, bizi bu sahədə daha əhəmiyyətli yeniliklər gözləyir. Statinlərlə bağlı bir məqamı bizim hörmətli
Neuro WhatsApp qrupuna xatırlatmaq istəyərdim. Ötən il mən diskussiyaların birində demişdim ki, faktiki olaraq 40 yaşdan sonra demək olar ki, bizdə, hər kəsdə statin çaşmazlığı başlayır. Reallıq isə bundan ibarətdir ki, AHA və HCC-sinin son təlimatlarında klass 1 tövsiyələrinə əsasən faktiki olaraq biz dolayı yolla bu profilaktik məsələ barədə təsdiqi görə bilərik. Sonda sağollaşmazdan öncə bir məsələ barəsində qeyd etmək istəyirəm. Əlbəttə, mən də bilirəm ki, insanlar arasında, eləcə də həkimlər arasında lipid azaldıcı terapiyaya münasibət heç də birmənalı deyil və bu da yanlış təsəvvürlərin olmasına görədir. Ona görə də yaxın gələcəkdə, əgər bu mövzuya maraq olarsa, yaxın gələcəkdə klinik lipidologiyanın əsasları, əsas praktik məsələlər barəsində qısa bir video kurs hazırlamağı düşünürəm. Sağ olun, özünüzə yaxşı baxın.